Yedincisi, sual verməyin ədəbləri. Elm tələbəsini olmaq istəyən adam, elm öyrənmək istəyən adam nə etməlidir? Sual vermək ədəblərini öyrənməlidir. Baxanda ki, böyük alimlərə, elm tələbələri, mütəqaddim alimlər nə cür suallar verirlər. Bizdə biraz fərqlidir, Allah Subhanahu taala islah eləsin. Şeyxlərə sual verərkən Allah sənə bərəkət versin, Allah sizi qorusun, əhsənallahu ileykum, Allah sizə ehsan nəsib etsin. Ona 2 dəqiqə, 1 dəqiqə dua eləyir, sonra sualına başlayır. Bu, tələbənin ədəblərindəndir, müəllimi ilə, şeyxi ilə. Və həmçinin suallar da qısa olmalıdır. Suallar da qısa olmalıdır. Suallarda tələsməmək. Deməmək ki, filan qardaş mənə niyə cavab vermədi? Filan Mədinə tələbəsi və filan başqa yerin tələbəsi səs göndərəm, cavab qaytarmır. Səbirli ol, qardaş. Onun işi gücü bir dənə sən deyilsin. Nə qədər problemlər var. Ola bilsin, ailə problemi var, ola bilsin, işi var, gücü var, dərsləri var, düzdür. Ona görə səbirli olmaq, onlarla ədəbli olmaq. Sual verirsən, gözlə. Və bir də ki, sualları sıravi cəmaata, insanlara verdiyin kimi vermir. Bu, o insanların şə'ni yüksəltmək deyil. Ola bilsin ki, onlar şə'nləri yüksək olsun Allahın qatında. Lakin bizim onlarla olan, biz sıravi qardaşların, onlarla olan ədəbimizdir. Vallahi, bu cür olanda Allah Subhanahu taala səni yüksəldəcək. Sən tavadu elə, təvazökarlıq elə həmişə Allah səni yüksəldəcək Subhanahu taala. Bu elmin, biraz önce dediyim kimi, elmin şə'nin yuxarı olması üçündür. Elmin şə'nin yüksək olması üçündür.